Yahudilərin ilk dəfə kütləvi diaspora şəklində dağılması eradan əvvəl 586-cı ildə Babil sürgünüdür. Onların şəhər mədəniyyətinə uyğunlaşmasını və ticarət əlaqələrini qurmasını sürətləndirdi. Dünyanın müxtəlif yerlərinə yayılmaları uzun və məsafəli ticarəti asanlaşdırdı. Roma, İskəndəriyyə, Fars xəttində böyük ticarət şəbəkəsi quruldu. Qədim Yahudilər arasında savadsızlıq çox az idi. Oxumaq, yazmaq dini borc idi. Bu da onları bürokratiya və maliyyə sahələrinə daha uyğun etdi. Xristian kilsəsi Yahudilərin torpaq sahibi olmasına, gildiya üzvü olmasına icazə vermirdi. Onlara qalan yeganə sahələr ticarət, faizlə borc vermə, maliyyə və vasitəçilik idi. Xristianlara faiz götürmək qadağan idi. Lakin Yahudilər bu qanuna tabe deyildilər. Beləliklə bankçılıq və kredit sistemi məhdud seçim nəticəsində onların əlinə keçdi. Yahudilər təsadüfi sələmçilik deyil, qeydiyyatlı borc kitabları, şəxsi zəmanət sistemi, risk bölüşdürmə kimi o dövr üçün qabaqcıl metodlar yaratdı. Diaspora Yahudiləri müxtəlif ölkələrdə yaşadıkları üçün təhlükəsiz və sürətli məlumat dövriyyəsi təmin edən xüsusi məktub şəbəkələrini, responsanı qurmuşdular. Bu indiki email kimi işləyirdi. Fars, Bizans və Ərəb dünyası ilə olan geniş əlaqələr sayəsində Yahudilər yüksək dəyərli malları, nədviyyat, ipək, daş-qaş ticarətində mühüm yer tuturdular. Bağdad, Fustat kimi şəhərlərdə Yahudilər saray həkimi, maliyyə məsləhətçisi, diplomatik vasitəçi kimi yüksək maaşlı və nüfuzlu vəzifələrdə idilər. Yahudi cəmiyyəti elm və təhsil üzərində qurulduğu üçün onların kapitalı çox vaxt pul yox, bilik idi. Bu isə daha sonra iqtisadi gücə çevrilmişdi. Onların yazılı müqavilələrə sadiqliyi, şəbəkələr vasitəsilə qarşılıqlı nəzarət sistemi etibar markası yaradırdı. 13-cü 15-ci əsrlərdə İtaliya və Fransada Yahudi bankçı ailələri kapital toplayır, dövlətlərə borc verirdilər. Bu müasir bank sisteminin təməllərindən biridir. Çox sayda ölkələrdən qovulsalar da hər dəfə yeni ölkəyə daha səmərəli maliyyə bilikləri ilə aparırdılar. Bu da bilginin qlobal dövriyyəsinə səbəb olurdu. İspaniyadan qovulan Yahudilər Portuqaliya, Şimali Afrika və Osmanlıya yayılaraq okean ticarəti dövrünə daxil oldular. İkinci Bəyazit Yahudiləri qəbul etdi. Onlar toxuculuq, ticarət, maliyyə, səhiyyə sahələrində imperiyanın ən varlı təbəqəsinə çevrildilər. 17-ci əsrdə Amsterdam Yahudiləri ilk birja sistemində önəmli rol oynadılar. Şirkətlərə investisiya qoymaq, səhmləri bölüşdürmək bu işlərin çoxu onların əli ilə keçirdi. 18-ci 19-cu əsrdə Rothschild ailəsi bütün Avropanın dövlət maliyyəsini yönləndirən gücə çevrildi. Bu tarixin ən böyük bank şəbəkəsi idi. Yahudilər çox ölkədə yaşayırıq, bir ölkə dağılarsa digərinə sığınaraq prinsipi ilə riskin diversifikasiyasının mədəniyyətini yaratdı. Ailələr içində peşə kapital əlaqələri nəsillər boyunca ötürüldü. Xüsusilə Almaniya, Avstriya, Macaristan və ABŞ-da Yahudi ailələri fabrik, bank, polad kimi kimya sahələrində böyük sərmayələr qoydu. Təhsilin ən əsas dəyəri olduğu üçün Yahudilər yüksək maaşlı akademik və tibbi peşələrdə çoxaldı. Bu dövrdə milyonlarla Yahudi ABŞ-a gəldi və Wall Street, Hollywood, media, texnologiya kimi yeni sahələrə daxil oldu. Hollywood studiyalarının böyük hissəsi Warner, Paramount Yahudi immiqrantları tərəfindən qurulub. Bu onların mədəni, iqtisadi gücünü daha da artırırdı. Goldman Sachs, Lehman Brothers, Loeb Solomon Brothers hamısı Yahudi bankı mənşəlidir. 20-ci əsrdən bəri iqtisadiyyat üzrə Nobel alanların böyük hissəsi Yahudilərdir. Bu bilik kapitalının davamıdır. Google, Intel, Facebook, Oracle, Qualcomm kimi şirkətlərin qurucuları və ya aparıcı şəxsləri arasında Yahudilər çoxdur. Yahudi icmalarında faizsiz borc fondu sistemi var idi. Bu daxili kapital yığımı və biznes başlanğıcını asanlaşdırırdı. Avropa krallıqları onlara vergi toplamaq, kredit ayırmaq vəzifələrini verirdi. Bu da həm sərvət, həm də nüfuz qazandırırdı. Yahudilər xüsusi genetik üstünlük, ilahi imtiyaz və ya gizli güc səbəbindən zəngin olmadılar. Tarixi məcburiyyətləri, məhdud peşə seçimləri, yüksək savadlanma, diaspora şəbəkəsi, risk idarəçiliyi və kapital yığımı sistemi birlikdə onları iqtisadi olaraq güclü etdi.